Və budur, Əliyar Ağayevin səhvləri etiraf olundu. AFFA hakimin 2 penaltini vermədiyini etiraf etdi. Turan Tovuza qarşı AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bunu açıqladı. Əliyar Ağayevin 2 səhv qərarını, 2 penaltini verməməsini açıqladı. Bu xəbər hər nə qədər AFFA tərəfindən müsbət addım, etiraf, xoşniyyətli iş olaraq görünsə də, əslində proses olaraq çox məyus edicidir. Komandanın oyundakı taleyi, mərhələnin taleyi, mövsümün taleyi, kluba olan yatırımların taleyi, dəstəyin taleyi sual altına düşür. Bax bu qərarlardan sonra, bu 2 səhvdən sonra, amma bunun fonunda Əliyar Ağayevə heç bir cəza verilməməsi çox məyus edicidir və bundan sonrakı oyunlar, bundan sonrakı hakimlər, hakim qərarlarında da özünü göstərəcək təbii ki. Böyük ehtimal Əliyar Ağayev bir neçə oyuna təyinat almayacaq, amma bu cür ağır qərarların, bu cür ağır səhvlərin qarşılığında demək olar ki, heç nədir və işi heç də yüngülləşdirmir, yaxşılaşdırmır, prosesi daha da pisə, daha da bərbad vəziyyətə aparır. Təbii ki, ölkə futbolunda hakimin səviyyəsi bu mövsüm çox üzücüdür, çox məyus edicidir və bu səhvlərlə də Turan Tovuzun, bu səhvin etiraf olunması ilə də Turan Tovuzun mərhələsi, qələbəsi, kubok yolu geri qaytarılmır təəssüf ki.